Salam əziz dəyərli izləyicilər. Bugün sizə əkizlər bürcünü təqdim edirəm əzizlərim. Bax əziz əkizlər. Bu həftə elə bir ani bir həftə deyil. Bu həftə elə bir fincanın içində açılan şəkillər sanki iki fərqli yolu, iki fərqli taleyi göstərir. Sizin bürcünüzün təbiətinə uyğun olaraq bu günlərdə seçimlər, qərarsızlıq, daxili dialoqlar ön plana çıxacaq. Bax, artıq bəzi işarələr göstərir ki, artıq oyun vaxtı bitir. Qərar vermə zamanı gəlir. Yəni, sizin elə bir ki, çox hərəkətli, aktiv vaxtınızdır. İki ayrılan yol görünür. Bu, sizin həyatınızda yəni paralel gedən iki istiqamətin olduğunu göstərir. Eyni anda siz keçmişin təsiri altında qalmaq, həm də yeni bir başlanğıca doğru getmək istəyirsiniz. Amma bu həftə kainat sizi bir seçim etməyə məcbur edəcək. Bu çox tanış bir vəziyyətdir, amma bu dəfə fərqlidir. Çünki seçim sadəcə bir qərarla deyil, gələcək istiqamətinizi müəyyən edəcək bir dönüş nöqtəsidir. Hər şeyi analiz etməyi bir kənara qoyun. Bu dəfə ürəyinizin dediyini dinləyin, əziz əkizlər. Bunu mən sizə məsləhət görürəm. Bax, fincanın kənarında ürək şəkli görünür. Yarımçıq ürək şəkli. Bu, sevgi həyatınızda tamamlanmamış bir hekayənin olduğunu göstərir. Amma bu hekayə tamamlanacaq. Tamamilə bağlanacaq. Əgər münasibətində partnyorunla aranda açıq danışmış mövzular varsa, onu danışacaqsınız. Yəni, danışılmamış mövzular varsa, onu danışacaqsınız. Bu mövzular artıq səssiz qala bilməz. Kiçik bir söhbət, böyük bir həqiqəti ortaya çıxaracaq. Subay əkizlərsə, ani bir qarşılaşma ola biləcək. Bu tanışlıq gözlənilməz bir anda baş verə bilər. Bəlkə də bir mesaj, bir zəng, təsadüfi bir görüş vasitəsi də ola bilər. Amma diqqətli olun. Bu insanın niyyəti əvvəlcə tam aydın olmayacaq. Sonra səni tanıdıqca aydın ola bilər. Sözlərə yox, davranışa diqqət etsən yaxşı olar. Ailə və qohumluq münasibətində fincanın aşağı hissəsində dolaşıq bir xətlər var. Bu, ailə daxilində qarşılıqlıq anlaşmamazlıqları göstərir. Xüsusilə iki nəfər arasında qalan bir mövqeyi tutmaq məcburiyyətində qala bilərsən, əzizim. Yəni ki, bax, bir kişi figurunun kölgəsi də görünür. Bu, atandır bəlkə də, ya ailədə söz sahibi olan bir şəxslə bağlı məsələlər ön plana çıxacağını göstərir. Əziz əkizlər, hər kəsi razı salmağa çalışmayın. Bəzən neytral qalmaq ən doğru seçimdir sizlər üçün. Bax, bunu da sizə məsləhət görərdim. Dostluqda, sosial çevrədə fincanın yan tərəfində maska formasına bənzər bir işarə var. Bu, ətrafındakı özünü fərqli göstərən, amma daxilində başqa niyyət daşıyan bir insanın olduğunu göstərir. Bu həftə bir dostunuzun əsl üzünü görəcəksiniz. Bu, sizi təəccübləndirəcək, amma eyni zamanda sizi oyadacaq, əziz əkizlər. Birilərini içində o qədər düşünürdün ki, onun haqqında, birilərini elə bir içindən çıxaracaqsan. Gözün açılacaq. Biriləri sənə kömək eləyəcək, gözün açılar. Elə bir dərin quyun içindən çıxacaqsan. Sosial çevrəndən birilərindən tanış ola biləcəksən. Sizin birlikdə olmağınızı pozmaq istəyən, ayırmaq istəyən bəziləri var. Yəni, bir yerdə olmağınız çətin olsa da, danışıb rahatlaşacaqsınız. Möcüzələriniz ola biləcək, zehnini toparlayacaqsan, başqa ölkə, başqa şəhərə köçmək istəyirsən, xəyalların çoxdur, bəzi xəyalların durmuş vəziyyətdədir. Siz üçün qapılar açılacaq, bəzi qohumlar siz üçün qapıları açacaq. Bir şeylə, mal, mülklə əlaqəli 15 gün içində bir müjdəli xəbər eşidəcəksiniz. Bir xəstə üçün tək hərəkət edəcəksiniz. Yəni, dəstək olacaqsınız, ziyarət edəcəksiniz. Yeni iş yeri açmaq fikrindəsən, birinə əl açırsan, borcun varsa borcları yavaş-yavaş bağlayacaqsan, yaşadıqlarını heç kimə danışa bilmirsən, hər kəs yaxşı olsun. Bəzən də bilsiz necə olsa, hamı üçün yaxşı gəlir, amma sənə pis gəlir. Bəzən için o qədər doludur, hər kəsi aça bilmirsən. Əməklərin verdiyi əlindən getdikcə sıxılırsan.
iş təklifi gələcək. Biriləri özünü o qədər danışığınla mı, hərəkətinlə mi, məsafələrinlə mi çox soyutdu. Özündən çox soyutdu qarşı tərəf. Hətta sizin ağları, acılarınıza belə soyuq davranır. Bax, biriləri də ailədəndir, çevrəndəndir, yaxınındır. Verəndə yaxşısan, verməyəndə pissən. Əl uzadanda yaxşısan, əlvi çəkəndə pissən. İnatçı insanlardan çox çəkdin. Fikir verməyəcəksən. Bir paxıllıq edən sənə biriləri var. Qısqanır. Sənə bir əmanət veriləcək. Bəzən oturub fikirləşirsən ki, illərin boş getdi. Birisi ailədə, bəlkə də həyat yoldaşındır. Bəlkə də ailədən biriləridir. Yəni, ayrılmır, evə də gəlmir. Yəni, evdən istəsə ayrıla da bilər, gedə də bilər, uzaqlaşa da bilər. Amma ayrılmır, evə də gəlmir arada. Yəni, belə nə çıxır? İki yeri əldə saxlayır. Ya sizsiz bəlkə də sizi əlinizdə saxlayır ki, yəni, əlindən çıxmayasınız. Yəni, orada olmayanda burada, burada olmayanda orada. Çox şey artıq boş verəcəksiniz. Hətta biriləri, bax, həyat yoldaşının telefonunu araşdırırdın, baxırdın, qısqanırdın, şübhələnirdin. Artıq deyirsən, nə halı var görsün. Nə telefonla maraqlanırsan, nə də baxmırsan. Qarşıda bəzi qərarlarını dəyişə bilərsən. Görüşdüyün bir insanın mesajı, yazdığı mesajı həyatıma toxuna bilər. N hərfi qarşında nə edim nöqtəsində durmuş. Onunla elə bir diyaloq quracaqsan. Bəlkə də evlilik qərarı ala biləcəksən. Amma peşman olmazsan. Başqa ölkəyə, şəhərə getmək fikri anidən zehninə gələcək. Amma sevdiyin insan da eyni yerdə deyilsiniz, fərqli-fərqli ölkədəsiniz. Bir yeni bir işə başlaya bilərsən. Sənin ətrafında, çevrəndə, ailədə bəzi insanların yanında yanlış anlaşırsan. Diqqət et sözlərinə. İş axtarırsansa, tapa bilmirsən bir işi, bir 10 gün içində görünən çətin yolun var, amma addım ata da bilmirsən. Ailəvi məsələlər də çətin gəlsə də, inşallah ki, 10-15 gündən sonra yol açıqlığın ola biləcək. Çox şeylərə vaxt sərf etdin, səbr etdin. Amma səbr edikcə sən qazanacaqsan. Zamanla məhkəmə məsələlərin səbr edərək sən qazanacaqsan. Bir şeylər dəqiq deyil zehnində, qarışır elə bir. Bəzi qrupdan olan insanlar zehnini bulandırmağa, qarışdırmağa izin verməyin. 2 nəfər qarşılıqlı söhbət edir ailədən. Onların birisi siz də ola bilərsiniz. Gözəl söhbətiniz ola biləcək. Həyatına işıq saçacaq, güclənə biləcəksən. Bəzi məsələlər, sıxıntılar gedərək keyfin qalxacaq. Digər tərəfdən köhnə bir dostun yenidən əlaqə qurmaq ehtimalı var. Bu görüş sizə keçmişdə buraxdığınız bir hissi yenidən yaşada bilər. Hər gülən üzə inanmayın, enerjinizi hiss edəcəksiniz bu həftə. İş, maddiyyatla gündəlik həyatınız, yəni yavaş-yavaş irəliyə doğru addım atırsınız, amma bu yüksəliş birdən olmayacaq. Səbirlə, davranışla tələb olunur sizdən. Bu həftə yeni bir təklif ya ideya ilə qarşılaşa biləcəksən. İlk baxışdan cazibədar görünsə də, içində bu ideyanın risk var. Amma risk bu həftə sizə yaxşı gəlmir bəzilərinizə. Biraz diqqət edin. Maddi baxımından gözlənməmiş xərclərin də çıxacaq. Hər fürsət də qızıl deyil. Araşdırmadan addım atma bu həftə üçün. Qonşuluqda, yaxın çevrəndə bax, qulaq forması çıxdı. Yəni, qulaq formasına bir işarədir. Bu, eşidəcəyiniz xəbərlər simvolizə edir siz üçün. Bu həftə haqqınızda danışılan sözlər demək ki, qulağınıza çatacaq. Bəziləri doğru olacaq, bəziləri şişirdilmiş, tamamilə yalan bir xəbər ola biləcək. Hər deyilənə ürəyinizə salmayın. Həqiqət gec-tez üzə çıxacaq siz üçün. Ruhani bir mistik mesajlar. Çünki açar formasında bənzər bir işarə. Bu gizli qapıların açılmağını göstərir. Bu həftə bir həqiqəti anlayacaqsan. Bəlkə də uzun müddətdə anlamadığın bir məsələ var, onu aydınlaşdıracaqsan. Yuxularınız daha da çox gözəl bir simvolik olacaq. Xüsusilə su görə bilərsən, güzgü, yol,
kimi elementlər tez-tez görə bilərsən. Ya həyatdan getmiş, həyatda olmayan bir insanı, yəni rəhmətə getmiş, Allah o dünyasını versin, onu tez-tez görə bilərsiniz. Bu nədirsə, belə bir sıxıntı keçirirsən, qorxursan. Yəni hər dəfə görəndə bir narahatçılıq olduğuna görə, əgər onu görürsənsə get suya danış ginən. Muradın, bax, muradına çatmaq istəyirsən, çox az qalmış, amma yəni səbirlə. Həyatında təkrarlanan işarələr kainat sənə yol göstərir, danışma üsulu göstərir. Biraz diqqətli ol, cavablarında, ətrafınızdakı insanlara qarşı cavabında diqqət et. Çünki seçim həftəsidir bu həftə sizlər üçün. Hər şey iki yol arasında qalmaqla bağlıdır. Qərarsızlıq bəzən ən pis seçim olur siz üçün. Həyat sizə deyir ki, ya keçmişi bıraq, ya da gələcəyi itir. Yəni, mən deyərdim ki, keçmişi artıq bıraq. Keçmiş keçmişdə qalıb, artıq keçmişlə uğraşma. Bax, iki nöqtə var. Biri qaranlıqdır, biri işıqdır. Bu sizin daxilinizdəki iki səsi simvolizə edir. Bir qorxudur, digəri cəsarətdir. Hansı səsi dinləsəniz, o sizin taleyinizi yazacaq. Bu həftə siz üçün sadəcə bir zaman deyil. Bu taleyin sizə verdiyi bir sınaq və eyni zamanda bir şansdır, əzizim. Yəni, çalış ki, bu şansları da qaçırma. Çünki vaxtıkən bəzi fürsətləri qaçırmısan, əziz əkizlər. Artıq sən o fürsətləri də qaçırmağı istəmirsən. Bax, yenə deyirəm, bəziləri sizə yəni, düz anlaşmır, düz anlamır. Düz anlasan da günahı səndə görürlər çox zaman. Düzdür. Bəzən sıxılırsınız, bəzən hamıdan uzaq olmaq istəyirsiniz. İki ailə arasında qalırsan. Həm ailənizi, ana, ata ocağını düşünürsən, həm öz ocağı düşünürsən. Bəzən o qədər yorulursan ki, heç kimi düşünmək istəmirsən. Amma yenə də öz ürəyinlə bacarmırsan. Xeyr deməyi öyrəndin. Amma əl açıqlığı, ürək açıqlığı öyrənə bilmədin hələ bəziləriniz, çoxunuz. Çünki kim nə deyirsə, əvvəllər çox tez inanırdın. Amma düzdür, indi tam inanmırsan. Amma yenə də sizi inandırmaq istəyən bəzi insanlar ola biləcək. Övladınla, iki övlad arasında qala bilərsən. Ya övladın bəlkə də düz sizi anlamır, elə bilirsiniz, o bu övladı istəyirsiniz, seçim arasındasınız. Sizdən incikliyi var anadan. Amma yox. Əlbəttə ki, övladlar hamısı eynidir. Hansı barmağı kəssən, o incidəcək səni. Yəni, övladın bəlkə də hələ tam düz anlaya bilmir. Çünki içində bir həyəcan var ki, yəni səndən səmimiyyət gözləyir, səndən şəfqət gözləyir, sevgi gözləyir. Bəzi ailədə də haqsız söhbətlərə rastlaşırsan, o söhbətlərdən də o mövzular da açılaraq həqiqətlər üzə çıxacaq. Bəzi həqiqətlər var ki, sizdən gizlənmiş, o həqiqətlər də açılacaq. K hərfi, S hərfi, O hərfi yolunuz açılmağa doğru gedəcək. Həyat yoldaşının işində biraz qarma-qarışıqlıqlar var, bunlar keçib gedəcək. Biraz seçici həftədir bu həftə. Bir seçim arasında da qala bilərsən. Biraz da diqqətli olun. Yolunuzda yavaş-yavaş düzdür. Bəzi çətinliklər, durğunluqlar olmuş həyatınızda. Bir sənət işini də həll edəcəksiniz. Bir də biriləri sizə söz vermiş, ondan bir xəbər gözləyirsiniz. İnşallah ki, üzünüz güləcək. Çünki yolunuz çox gözəl bir yolunuz var. O yolunuz sizi doğru bir yola aparacaq əzizim. Doğru yerdə, doğru zamanda olacaqsınız. Narahat olmayın. Bir yerdən də üzücü xəbər eşidəcəksiniz, o yola çıxa bilərsiniz. Diqqətinizə görə var olun, sağ olun.